Şimal zonasında xərək çörəyi belə hazırlanır. Əvvəllər şax xərəyində hazırlanan çörək ki, indi də şax xərəyi mövcuddur, müasir avadanlıq olan qaz xərəyində hazırlanır. Biz də anam ilə xəmir hazırlamaq üçün onu götürüb ələkdən keçirdikdən sonra ona birinci maya, sonra duz, sonra isə az-az su qataraq yoğurub mayalanmağa qoyduq. Bir neçə saata mayalanan xəmiri kəsərək kündələr hazırlayıb, həmin kündələri yayaraq çörək formasına gətirib, daha sonra üzərinə biraz bundan əvvəl gördüyünüz yumurta və qatıq qarışımını yedirdirik. Bişməyə hazır vəziyyətə gələn xəmiri əvvəldən isidilmiş xərəyin içərisinə yerləşdirərək üzəri qızarana qədər qaldıqdan sonra kənara qoyuruq. Və budur, çörəklərimiz hazırdır. Videonu bəyənib səhifəmi izləməyi unutmayın. İsti çörək ilə pendirin ləzzətini bilməyən olmaz. Hələlik!